Müqəddəs varlıq sayılan analarımız həmişə övladları üçün hər zülmə qatlaşıb, ömrünü onlara sərf ediblər. Elə analar da var ki, onların sayı az olsa belə indiki nəsillərə bir örnəkdir. Söhbət çoxşaxlı qəhrəman analardan gedir. Kürdəmirdə yaşayan Ağa xanım nənə də elə belə qəhrəman analarımızdandır. 79 yaşlı Ağa xanım Allahverənova Kürdəmir rayonunun Şilyan kəndində çoxuşaqlı ailədə anadan olub. Həmin kənddə 9-cu sinifi bitirməmiş 15 yaşında xalası oğlu Gülü Allahverənovla ailə həyatı qurub. Onların 11 övladı, 6 oğul, 5 qız dünyaya gəlib. Lakin oğul övladlarından biri uşaq ikən dünyasını dəyişib. Hazırda nənənin 10 övladı, 36 nəvəsi, 30 nəticəsi var. Nənənin ən böyük nəvəsinin 37, ən kiçik nəticəsinin 1 yaşı var. Ağa xanım nənə deyir ki, övladlarını baytar işləyən həyat yoldaşı ilə birgə min bir əziyyətlə böyüdüb. Pambıqçı, xalçaçı olub. Dövlətdə nəvə, dövlətdə dəvə. Hamısına əziyyət çəkmişəm, əziyyətlə böyütmüşəm. Gəlmişəm, pambığa bir xaralı yığıb qoymuşam. Gəlmişəm, çörəyimi yemişəm, uşağı yedizdirmişəm, onda məndən yeyirdi balacalar. Ondan sonra durub getmişəm, gənə bir xaralda yığıb. 150 kilo pambıq qoymuşam. Adım qazetdir. Saxlayırdım, heç xandığa qoymuşdum. 5 övladı olandan sonra doğulan hər uşağa görə medal alan nənə 1977-ci ildə qəhrəman ana kimi qızıl medala layiq görülüb. Yüngül xəstəlikləri nəzərə almayan qəhrəman ana indiyədək sağlamlığından gilə-güzar etməyib. O hazırda ev işlərinə də kömək edir. Hazırda nənənin övladları Bakıda, Gəncədə, Kürdəmirdə və Moskvada yaşayırlar. Övladları ilə yanaşı nəvə və nəticələri də ona tez-tez baş çəkir, həmişə yanında olurlar. Ağa xanım nənə deyir ki, çoxuşaqlı ailə olmaq asan deyil. Lakin indi övladlarının ona olan qayğısı bütün əziyyətlərini arxada qoyur. Onu yaşamağa daha da ruhlandırır. Nənə gənc ailələrə də tövsiyə edir ki, uşaqlarının çox olmasından çəkinməsinlər. Arxada, o da var da, dalda yaxşı şey. Qeyd edək ki, Kürdəmir qəhrəman anaların sayına görə ətraf rayonlar arasında birinci yeri tutur. Hazırda rayonda 208 qəhrəman ana yaşayır. Şahin Qurbanzadə, Qabil Babayev, Kürdəmir.